Qədirxum günündə biz Peyğəmbər əleyhissalamın ki buyruğuna əməl eləyib burada məclis keçirdirik. Bir Allah şahiddir ki, bütün bayramlardan üstündür sənin bu bayramın. Bunun da dəlilini indi deyim sənə. Bütün hamıdan soruşsan ki, İslamiyyətdə ən üstün fəzilətli bayram hansıdır? Hamı deyəcək ki, oruçluq bayramı, Qurban bayramı. Oruçluq bayramı haqqında və yaxud da ki, Qurban bayramı haqqında ki, Quranda ayələr var. Onları keçirtmək üçün bir dənə ayə gətirə bilərsiniz ki, Allah buyursun ki, bu əməli keçirtdiyinə görə sənin dinin kamil oldu. Bu sözü tapmayarsınız. Nə Quranda, nə hədisdə. Amma Peyğəmbər əleyhissalam bugünkü gündə ki, Əli əleyhissalamın vilayətini ki dedi, Allah da buyurdu ki, sizin dininiz indi kamil oldu. Qurban kəsməklə yox, oruç tutmaqla yox. Yəni Əli əleyhissalamın vilayəti eyni Peyğəmbər əleyhissalamın gətirdiyi vilayətin ruknudur. Peyğəmbər əleyhissalam bir gün oturmuşdu məclisdə, sahabələrlə söhbət edirdilər. Birdən gördülər ki, Peyğəmbər əleyhissalam durdu, çıxdı məsciddən gedir. Hamı təəccüb elədi ki, Həzrət Peyğəmbər əleyhissalam hara gedir? Nə oldu? Nə hadisə baş verib? Bunlar da durdular, başladılar Peyğəmbər əleyhissalamın ardınca getmə. Gördülər Peyğəmbər əleyhissalam getdi, bir qədər dayandı. Gördülər ki, qarşıdan bir mafə gəlir. 4 nəfər də yapışıb o mafədən gəlir, heç kəs də yoxdur. Həzrət gəlib çatana qədər gözlədi və dedi, bunu qoyun yerə. Həzrət başladı namazın qılıb dua eləməyə. Ya Rasulullah, bu kimdir? Sən bundan ötəri durdun, məclisi yarımçıq qoydun, durdun, gəldin. İndi də rəhmət oxuyursan, filan oxuyursan. Deyir, mən ki mauizə eləyirdim, gördüm göydən mələklər nazil olur. Soruşdum, ya Cəbrail, ay mələkələr, ayə gətirmisiniz? Nə hadisə baş verib? Həzrət Cəbrail deyir, mənə buyurdu ki, ya Rasulallah, bir şəxs dünyasını dəyişib gəlmişik onun dəfnində iştirak eləyək. Kimdir o? Ya Cəbrail, ya Rasulallah, o şəxsdir ki, qara bir quldur. Həmişə Əlini görəndə deyərdi ki, Əlican, səni çox sevirəm mən. Əlican, sənə mən aşiqəm. Bu sözü o qədər Əlini görəndə hər dəfə Əliyə deyərdi. Allah bizə əmr elədi ki, düşün onun dəfnində iştirak edin. Görün, nə qədər əzamatı var bir insan ki, Əli əleyhissalamın aşiqi ola və Əli əleyhissalama ona hər dəfə deyə. Bir də var ki, sən onu gör, hər namazda deyirsən ki, Əlican, mən sənə aşiqəm. Hər o qədər sözləri deyirsən ki, Əlican, mən səni əmirəl-müminin bilirəm, səni imam bilirəm, səni Peyğəmbər varisi bilirəm. Gör, indi bu məclisdə həmin mələklər var, yoxsa yoxdur? Hələm birinin dəfnində gəlir ki, bir kəlmə söz deyib. Amma bir də var ki, bu bayramın məclisinə gələsən, mələklər də burada öz nuraniyyəti ilə gələrlər, iştirak eləyərlər.